In progress. Hər vaxtınız xeyir uşaqlar. Deməli, yeni topludan, yəni toplu 2025 ikinci hissədən sualların işlənməsinə davam edirik. Bugünkü mövzumuz y bərabərdir x kvadratı və y bərabərdir x üstə n funksiyaları, kvadratik funksiya, onların qrafikləri və qrafiklərin çevrilmələri. Birinci sualdan başlayaq. Yazır ki, y bərabərdir ax kvadratı çıxaq bx üstə gələk 7 funksiyası üçün y -3 bərabərdir 10 olarsa 3a üstə gələk b cəmini tapın. -3 yazıq x-in yerinə. A vuraq -3-ün kvadratı çıxaq b vuraq -3 üstə gələk 7 bərabər olmalıdır 10-a. 9a üstə gələk 3b üstə gələk 7 bərabərdir 10 olur. Onda 9a üstə gələk 3b bərabərdir 3 eləyir. 3-ə də böləndə hər tərəfi 3a üstə gələk b bərabərdir 1-dir. Beləliklə doğru cavab C variantıdır. Funksiyalardan hansı kvadratik funksiyadır? Bu deyil, rasionaldır. Bu da deyil, kəsr rasionaldır. Bu da kəsr rasional, bu da kəsr rasional. Bir dənə kvadratik funksiya budur. Əmsalları A-sı 8 bölək 4-dür, B-si -5 bölək 4-dür. Sərbəst hədd isə 4-də 3 uşaqlar. Növbəti səhifəyə keçək. Deməli, 3-cü sualda deyir ki, y bərabərdir x kvadratı çıxaq 5x üstə gələk 9 funksiyası üzərində apsis ordinatına bərabər olan, yəni y bərabərdir x olan nöqtənin koordinatını tapın. Y-in əvəzinə x yazaq, alırıq x kvadratı çıxaq 5x üstə gələk 9 y olmalıdır, yazırıq x. Onda x kvadrat çıxaq 6x üstə gələk 9 bərabər 0. Bu da x çıxaq 3 mötərizə kvadrat bərabər 0. Buradan alınır ki, x bərabərdir 3-dür. Onda y-də 3 olduğu üçün axtarılan nöqtə 3, 3 nöqtəsi olmalıdır. Bu da D variantıdır. Dördüncü eyni tipdə sualdır. Burada da y bərabərdir x kvadratı çıxaq 9x üstə gələk 16. Apsis ordinatı nəks olan. Yox, bu biraz fərqlidir. Yazırıq ki, onda y bərabərdir -x-a. Onda x kvadratı çıxaq 9x üstə gələk 16 bərabərdir. Y-in əvəzinə -x yazıram. Alınır ki, x kvadratı çıxaq 8x üstə gələk 16 bərabər 0-dır. Bu da x çıxaq 4 mötərizə kvadratı 0. Buradan da alınır ki, x bərabər 4-dür. X bərabər 4-sə, y onda bunun əksidir. Deməli, 4, -4 nöqtəsi də axtarılan nöqtə 4, -4 C variantı edir. 5-ə keçək. Deməli, bunu sağ tərəfdən yazım, çünki biraz elə bil artıq hesablamalar gedəcək. M2 -5 nöqtəsi y bərabərdir. Söhbət bundan gedir. X kvadratı çıxaq bx çıxaq 5 funksiyasının qrafik üzərindədir. Təpə nöqtəsinin koordinatlarını tapın. Yəni M, N soruşur bizdən. Birincisi bu nöqtədən istifadə edərək B parametrinin qiymətini tapaq. X kvadratı. Yox, üzr istəyirəm. X-in yerinə qiymət qoymalıyıq. Deməli, 2-nin kvadratı çıxaq 2B çıxaq 5 bərabərdir. -5 olmalıdır. 5-lər getdi. Onda 4 çıxaq 2, B bərabər 0, B bərabərdir 2 alırıq. Başqa sözlə qrafik y bərabərdir x kvadrat çıxaq 2x çıxaq 5 eləyir. Onda m bərabərdir -b bölək 2a, yəni -2 bölək 2 bu 1 elədi.
Eni də yerinə qoymaqla tapmaq olar. 1 çıxaq, 2 çıxaq, 5 -6. Deməli, 1 -6-dır axtarılan. 1 -6 A variantıdır. Yəni, 6 da həmin tipdədir uşaqlar. Onu özünüz də yaza bilərsiniz. Keçək 7-yə. Görək 7-də nə soruşur. 7-ci sual, söhbət bu sualdan gedir. Deyir ki, deməli, y bərabərdir x kvadratı üstə gələk bx üstə gələk c funksiyasının qrafiki absis oxunu A daha doğrusu -1 0 ordinat oxunu isə c 0 -3 nöqtəsində kəsirsə b-ni tapın. Birinci ordinat oxunu kəsdiyi nöqtə bilirik ki, c-nin qiymətidir. Lap belə də baxmaq olar ki, məsələn 0 yazsaq x-in yerinə yazırıq 0 üstə gələk b vuraq 0 üstə gələk c bərabərdir -3. Yəni buradan alırıq ki, c bərabərdir -3. Bu heç funksiya, yəni y bərabərdir x kvadratı üstə gələk bx çıxaq 3 şəklindədir. Absis oxunu isə -1 0 nöqtəsində. Yəni bura 0 yazırıq. -1-in kvadratı 1 çıxaq b çıxaq 3 eləyir. Buradan da alınır ki, b bərabərdir -2. B bərabər -2 düzünü dedim. -1 mi yazmalıydım yoxdur? Ha, -1 yazdım. C-ni -3 düzünü tapmışıq. Yox, mən 4, 3 əvəzinə 4, hə, 3 yazmışam uşaqlar, üzr hesab eləyin. 3 hardadır? 8-ə baxmışam, elə bil yarısını, hə, -4. Onda belə bir şey alınır, -4 olur, bu da -4'dür. -3. -3 varmı? D variantıdır. 8 də həmin tipdədir, ona görə keçirik 9-cu suala. Görək 9-da nədir? 9-da da yazıb ki, hansı nöqtə qrafikə aid deyil. Bunu ancaq yerinə yazmaqla bir aid deyil. Məsələn, Q aid deyil. Çünki x-in yerinə 1 yazanda 0 alınır. Bax, belə bu A variantı. Digərləri 0, -1, 2-də 7, -1-də -2, 3-də 26 hamısı aiddir. Eləcə də 10-cuda da həmin üsuldan istifadə edə bilərsiniz. 11-ə baxaq. B parametrin hansı qiymətində 11-də belədir. Deyir ki, y bərabərdir -x kvadratı üstə gələk bx üstə gələk 4 funksiyasının qrafikinin təpə nöqtəsinin apsisi 1-ə bərabər olur. Yəni m bərabərdir 1 olur. Bildiyimiz kimi m bərabərdir -b bölü 2a-dır. Bu isə -b bölək -2 deməkdir. Bu da 1 eləməlidir. Buradan da alınır ki, b bərabərdir 2 olandadır. B-nin 2 qiyməti buradadır. 12 də eyni tipdə sualdır. Onu yəni özünüz yaza bilərsiniz. Keçirik 13-cü çalışmaya. Görək 13-də nə soruşur uşaqlar? Deyir ki, maraqlı sualdır. Hansı doğru deyil? Birinci biz buradan A-nın, B-nin, C-nin işarələrini müəyyənləşdirək. A böyük 0, çünki qollar yuxarıya doğrudur. C də böyük 0-dır, çünki ordinat oxunu yuxarıda kəsir. İndi isə baxaq. M -b bölü 2a isə kiçik 0-dır. A müsbət ədəd olduğu üçün -2a mənfi ədəd olacaq. Hər tərəfi mənfi ədədə vuranda B də böyük 0 alınır. Deməli, B də böyük 0-dır. İndi bu şərtə baxaraq görək hansılar. Bu doğru deyil. Çünki hər ikisi müsbətdir nisbə. A böyük 0. Bu doğrudur. Böyle doğru olmayan A bizdən doğru olmayan soruşur. Bu da doğrudur. Kiçik 0. Bax, bu nədir əsas bu şərtə fikir verin. Diskriminant 0-dan kiçik olmaq o demək ki, bunun kökü yoxdur. Yəni, apsis oxu ilə kəsişmə nöqtəsi yoxdur. Doğru olmayan A variantı oldu.
Eləcə də 14 maraqlı sual olduğu üçün 14-ə də baxaq görək. 14-də də həmin tipdədir uşaqlar. Həmin tipdə də özünüz müəyyənləşdirə bilərsiniz. Keçək 15-ə. Deməli 15-də belədir. Şəkildə verilmiş parabola hansı funksiyanın qrafikidir? Əvvəla bunu y bərabərdir a vuraq. Görürsünüz 2 vahid sağa sürüşüb. X çıxaq 2-nin kvadratı 3 vahid də aşağı çıxaq 3. Amma burada bir 0 mənfi bir nöqtəsi var ki, onun əvəz yerinə yazmaqla a-nı müəyyənləşdirmək olar. Mənfi 1 a vuraq. 0 çıxaq 2-nin kvadratı çıxaq 3 edir. Onda da mənfi 1 bərabərdir 4a çıxaq 3. Düzdürmü? Onda da 4a bərabərdir 2. Buradan da alınır ki, a bərabərdir 2-də 1. Yəni bu funksiya y bərabərdir 2-də 1. X çıxaq 2. Mötərizə kvadratı çıxaq 3 deməkdir. İndi görək hansıdır. X çıxaq 2-də 1, x çıxaq 2 mötərizə kvadrat D variantı oldu. D variantı. 16-ya baxaq. 16-da isə uşaqlar belə deyir. Deyir ki, söhbət bu çalışmadan gedir. Y bər 16-cı. Deməli, f(x) bərabərdir ax kvadrat üstə gələk bx plus c funksiyası üçün f0 bərabərdir 1 və f1 bərabərdir 0 və f mənfi 1 bərabərdir 3 isə a kvadrat üstə gələk b kvadrat üstə gələk c kvadratının cəmini tapın. Maraqlı sualdır. Əvvəla f0-ı yazaq. f0 bu isə c bərabərdir 1 deməkdir. Bunu yadda saxlayırıq. İndi c bərabərdir 1-dirsə, indi funksiya deməli f(x) bərabərdir ax kvadrat üstə gələk bx plus 1 şəklinə düşdü də. İndi f1 bərabərdir 0-a. 0 bərabər 1 yazanda a üstə gələk b üstə gələk 1. F mənfi 1 görək. Buradan da alırıq ki, a üstə gələk b bərabərdir mənfi 1-dir. Bunu yadda saxlayaq uşaqlar. Keçirik f mənfi 1. Bəs f mənfi 1 nə deməkdir? Yəni a çıxaq b üstə gələk 1 də bərabərdir 3-dür. Buradan da alırıq ki, a çıxaq b də bərabərdir. Bu üzaddan da 2 eləyir. Düzdürmü? Tərəf-tərəfə toplayanda 2a bərabərdir 1-ə. Buradan alınır ki, a bərabərdir 2-də 1. Bunu da yadda saxlayırıq. Birincidən ikincinin çıxanda 2b bərabərdir mənfi 3-ə, b də bərabərdir mənfi 1,5 eləyir. İndi bizdən hansı ifadəni soruşur? A kvadratı üstə gələk b kvadrat üstə gələk c kvadrat. Bu da 0,5 yazaq da kvadratı üstə gələk mənfi 1,5-in kvadratı üstə gələk 1-in kvadratı. Bu isə 0,25 üstə gələk 2,25 üstə gələk 1 deməkdir. Bu isə 2,5, 3,5 etməlidir. Görək, səhv eləmədik ki, 16-da 3,5 D variantı eləyir. 17-ni də sağ tərəfdən yazın. 17 deyir ki, f(x) bərabərdir x kvadratı üstə gələk 2x üstə gələk 19 funksiyasının qiymətlər çoxluğunu tapın. E-ni tapmaq lazımdır əslində. Mən n vasitəsindən daha asan tapıram 2-a, ona görə də b bölək, yəni 2 bölək 2 deməkdir, mənfi 1 eləyir. E-ni də yerinə yazmaqla 1 çıxaq 2 üstə gələk 19 18 eləyir. Deməli, bunun eni 18-dir, A-sı 1-dir, müsbətdir. Qollar yuxarıya doğrudur. Bax, təpə nöqtəsi belə bir şeydir burada. Mənfi 1-dir, bura 18-dir və qollar da yuxarıya doğrudur. Ona görə də bunun qiymətlər oblasti YF bərabərdir 18-dən müsbət sonsuzluğa qədər olur. 18 müsbət sonsuzluq isə Y variantıdır.
Eyni 18-ci sualı da eyni qayda ilə eləmək olar, amma burada biraz fərqlidir, mənfidir. Ona görə də deməli gəlin bunu da yazım. 18 yazıb ki, 18-də y bərabərdir mənfi x kvadratı üstə gələk 2x üstə gələk 5. Qiymətlər çoxludur. Yenə e-mi tapıram mənfi b bölək 2a, bu mənfi 2 bölək mənfi 2 1 eləyir, onda n də bərabərdir mənfi 1 üstə gələk 2 üstə gələk 5 6 elədi. Deməli bu da belədir uşaqlar, 1 6 təpə nöqtəsi, qollar da aşağıya doğrudur, bax bura 6-dır, 1-dir. Qiymətlər oblasti isə YF mənfi sonsluq 6 yarım intervalı. Mənfi sonsluq 6-dakı yoxdur. Çox maraqlıdır. Hesablama səhv eləmədik ki. 2 mənfi bölü 2-adır. Düzmü köçürmüşəm. O deyəsən mənfi x kvadratı deyil. Burada x kvadratı uşaqlar. Mən onu mənfi x kvadratı kimi görmüşəm. Bircə dəqiqə qoy təzdən yaz. Hə, bax, burada x kvadratıdır. Bu y bərabərdir x kvadrat üstə gələk 2x üstə gələk 5 kimi. Onda m mənfi b bölək 2a-dır. Yəni mənfi 2 bölək mənfi 2 mənfi 1. N-dəki 1 çıxar 2 üstə gələk 5 4 eləyir. Bu 4 müsbət sonsluq. 4 müsbət sonsluq Y variantıdır. Keçək 19. Görək 19-da nə soruşur? A-nın hansı qiymətində A-nın hansı qiymətində deyir ki, funksiyanın qrafiki apsis 12 müxtəlif nöqtədə kəsir. Y bərabərdir x kvadratı üstə gələk ax üstə gələk 36. Qollar yuxarı və iki nöqtədə kəsməsi üçün diskriminant böyük 0 olmalıdır. Diskriminantın ifadəsini tapırıq. B kvadrat çıxaq 4ac böyük 0 olmalıdır. Yəni a kvadratı çıxaq 4 vuraq 36 böyük 0 olmalıdır. A kvadrat çıxaq 144 böyük 0. Bu da a üstə gələk 12. A çıxaq 12 böyük 0-dır. Elə bunu da kvadratik bərabərliklə eləmək olar. Mənfi 12, 12. Deməli, bax, bu qiymətlərdədir. A-nın hansı qiymətlərində? Deməli, A daxil olanda mənfi sonsluqdan mənfi 12-yə birləşmə, 12-dən isə müsbət sonsluğa qədər. Mənfi 12 Y variantıdır uşaqlar. Sonra 20-ci də maraqlı sualdır. Onu da sol tərəfdən yazıram. A-nın hansı qiymətlərində y bərabərdir x kvadratı üstə gələk ax üstə gələk 49 funksiyasının qrafiki apsis oxu ilə kəsişmir. Kəsişməmədə aydın məsələn diskriminantın kiçik 0 olduğudur. A kvadrat çıxaq 4 vuraq 49 böyük 0 olmalıdır. Yəni a kvadratı çıxaq kəsişməmə kiçik 0 olmalıdır uşaqlar. Hə, bu da neçə eləyir? 196 kiçik 0. Yəni belə olmalıdır. Qollar yuxarıdadır. Diskriminant mənfi olmalıdır ki, kəsişməsin. Bu da a üstə gələk 14. A çıxaq 14-dür. Kiçik 0-la intervallarla da eləmək olar. Mənfi 14, 14. Sən mənfi 14, mənfi 15 götürəndə mənfi müsbət 0 götürəndə mənfi biri müsbət biri mənfi, burada da müsbət kiçik olduğu da A daxildir. Mənfi 14, 14 aralığıdır. C variantıdır. Burada mənfi varmı? Bayaq ki, səhvimizi eləməyək. 21-də deyir ki, fx bərabərdir mənfi 2x kvadratı üstə gələk 8x çıxaq 11 parabolasının təpə nöqtəsinin koordinatlarını
M bərabərdir mənfi B bölək 2A'dır. Yəni mənfi 8 bölək mənfi 4 2 elədi. N'dəki yerinə yazıram. Mənfi 2 vuraq 4 üstə gələk 8 vuraq 2 çıxaq 11. 2 ilə 4 mənfi 8 8 mənfi 3 eləməlidir. Məncə 2 mənfi 3 2 mənfi 3 B variantıdır uşaqlar. Eləcə də, yəni 22-də həmin tipdə olan sualdır da onu özünüz baxa bilərsiniz. Keçirik 23-cü suala. Görək 23-də nə var? 23. Münasibətlərdən hansı doğrudur? Yenə burada fx bərabərdir. Ax kvadrat üstə gələk bx üstə gələk c. Əvvəla A böyük sıfırdır, C də böyük sıfırdır, düzdürmü? Dedikdə A qolların istiqamətini göstərir, qollar yuxarıya doğru, C isə yuxarıda kəsir. B-yə baxaq, M bərabərdir mənfi B bölək 2A, yəni təpə nöqtəsinin apsisi mənfidir, kiçik sıfırdır. A müsbət ədəd olduğu üçün mənfi 2A mənfi ədəddir. B-ni böləndə B də böyük sıfır almış. Deməli, B də böyük sıfırdır. Bundan istifadə edərək baxaq görək hansı doğru. B bölək 2A bu səhvdir. Bərabər sıfır olması üçün uşaqlar bunun bir dənə kökü olmalıdır. Yəni təpə nöqtəsi düşməlidir apsisoxun üzərinə. Bu da doğru deyil. Bu nə deməkdir? Bu isə 1-də, yəni bax fikir verin, fx-da f1 yazıram C variantını başa salmaq üçün. f1 olanda bu A üstə gələk B üstə gələk C alır. Bir də burada bax 1 hardasa buralara düşür, bu 0 eləməlidir. Yəni 1-də bunun kökü olmalıdır. Bu isə 0 deyil. Ona görə bu da doğru deyil. C bölək A kiçik 0 bu da doğru deyil. Çünki həm A həm C müsbətdir. Doğru olan A, C bölək B böyük 0 olandır. Y variantı. 24-də baxaq. 24 də buna oxşar sualdır. Qoy izah eləyim uşaqlar. 24-dür. Bir qədər orada fərqli şərt var. Funksiyanın qrafik münasibətlərdən hansı doğrudur? Birinci burada A kiçik 0-dır. Gördüyünüz kimi qollar aşağıya doğrudur. C də kiçik 0-dır. İndi isə B-yə baxaq. M, yəni mənfi B bölək 2A bax bura. Böyük 0, düzdür. B bölək mənfi 2A böyük 0. A mənfi ədəddir, mənfi 2A isə müsbət ədəd edir. Bərabəsində hər tərəf müsbət də vuranda deməli işarəsi dəyişmir. B də böyük 0-dır. Alırıq ki, B də böyük 0. İndi bundan istifadə edərək görək şərtlərdən hansı doğrudur. AC bölək B böyük 0. Bax, bu doğrudur. Birincisi. B kvadrat çıxaq 4AC bərabər 0. Bu doğru deyil. Təpə nöqtəsi koordinat ox üzərində olmalıdır. Bu olmalıdır. Mənfi 1-də 0 almalıdır. Belə olanda da, bax görürsünüz, funksiyada x-in əvəzinə mənfi 1 yazanda f mənfi 1 alınır ki, A çıxaq B üstə gələk C bərabər 0 olmalıdır. Bu da doğru deyil. Çünki mənfi 1-də alınır qiymət. C bölək A kiçik 0-dır. C daha da mənfidir. Bu da doğru deyil. Və böyük 0 B bölək 2A bu da mənfi edir, doğru deyil. Deməli, bir dənə doğru olan AC bölək B böyük 0 olan şərt uşaqlar. Keçirik növbəti 25-ci suala. Görək 25-də nə istəyir bizdən? Deyir ki, bir qədər bunu böyüdüm. Deməli, söhbət bu sualdan gedir. Yazıb ki, fx bərabərdir ax kvadratı üstə gələk bx üstə gələk 1 funksiyası üçün f1 bərabərdir 8 f və f mənfi 1 böyükdür mənfi 2. Bərabər yox, böyükdür. Böyük 8, böyük mənfi 2 ödənərsə
A üçün hansı münasibət doğrudur? Əvvəla F1-ə baxaq. F1 bərabərdir. Bu A üstə gələk B üstə gələk 1 deməkdir. Böyük 8. İndi F mənfi 1-ə baxıram. Bu kvadrat olduğu üçün mənfinidir. A çıxaq B üstə gələk 1 isə böyükdür mənfi 2. Bax, buradan soruşur ki, hansıdır? Və bilirsiniz ki, eyni işarəli bərabərsizləri tərəf-tərəfə toplaya bilərik. Onda nə alınır? Alınır ki, 2A üstə gələk 2 böyükdür 6-dan. Onda 2A böyükdür 4-dən. A da böyük 2 şərt ödənməlidir. C variantı doğru olur uşaqlar. Eyni qayda ilə eyni tipdə misalda 26-nı yaza bilərsiniz. Keçək, bu tipdə də həll eləmişik 27 deyir ki, hansı funksiyanın qrafikidir. Bu halda funksiyanı görürsünüzmü? Apsis oxunu kəsir 1, 0 və 3, 0 nöqtələrində. Belə olanda biz funksiyanı y bərabərdir A vuraq x çıxaq 1, x çıxaq 3 şəklində yaza bilərik. Köklər belədir. İndi isə ordinat oxunu isə 0-2 nöqtəsində gördüyünüz kimi burada 0-2 nöqtəsidir. Bundan istifadə edərək yanını da tapa bilərik. Yəni 2 bərabərdir A vuraq 0 çıxaq 1, 0 çıxaq 3. Bu isə edir 3A bərabərdir 2-yə. Buradan alınır ki, A bərabərdir 3-də 2. Deməli, onda funksiya 3-də 2 x çıxaq 1, x çıxaq 3 deməkdir. Baxaq, 3-də 2 yuxarıya qaldıraq görək o birisi variantların içində. 3-də 2 x çıxaq 1, x çıxaq 3 uşaqlar doğru cavab D variantı belədir. Keçək 28-ə, buranı təmizləyim bir dəqiqə. 28-də nə tələb olunur? Deməli, söhbət bundan sonra parabola hansı funksiyanın qrafik? Eyni tipdədir uşaqlar burada da. Y bərabərdir. A vuraq, x üstə gələk 1. Görürsünüz ki, mənfi 1, 2-də kəsir. X çıxaq 2-dir. Və şərt olaraq da 0, 3-ü yaza bilərik. Onda 3 bərabərdir. A vuraq 0 üstə gələk 1, 0 çıxaq 2. Onda mənfi 2A bərabərdir 3. Buradan alınır ki, A bərabərdir mənfi 2-də 3. Başqa sözlə y bərabərdir mənfi 2-də 3. X üstə gələk 1. X çıxaq 2 olur. Mənfi 2-də 3. X üstə gələk 1. Bax, B variantı doğru gəldi. Yaxşı, 29-a baxaq söhbət. Bu çalışmadan gedir. P və Q parametrin hansı qiymətlərində? Deməli, 29-u da buradan yazaq. Hansı qiymətlərində? M mənfi 2,5 mənfi 4 nöqtəsi y bərabərdir. X kvadratı üstə gələk P, x üstə gələk Q parabolasının təpə nöqtəsi olar. P və Q-nun. Heç nə. Bu M-dir. Bərabərdir. Mənfi P bölə 2 eləyir. Bu mənfi 2,5. Buradan alırıq ki, P bərabərdir 5-dir. Yəni, y bərabərdir x kvadrat üstə gələk 5x üstə gələk Q-dür. Mənfi 2,5-i də yerinə yazanda mənfi 2,5-in kvadratı üstə gələk 5 vuraq mənfi 2,5 üstə gələk Q də bərabər olmalıdır N-ə, yəni mənfi 4-ə. Bu da 6,25 çıxaq 12,5 üstə gələk Q bərabər mənfi 4. Mənfi 6,25 üstə gələk Q 4Q bərabərdir 2,25-dir. Deməli, P bərabərdir 5, Q bərabərdir 2,25. Hansı sual idi? 29-cu P bərabərdir 5, Q bərabərdir 2,25. D variantıdır doğru cavab. Keçək 30-a. Görək 30-da nə var?
30 belədir. Söhbət bu çalışmadan gedir bu sualdan. Deyir ki, y bərabərdir. Şimdi bu sual. X kvadratı üstə gələk p, x üstə gələk 9 parabolasının təpəsi OX üzərindədir. Bu nə deməkdir? Bu n-in 0 olmalı demək. P parametrin hansı qiymətlərində parabolanın təpə nöqtəsinin apsisi müsbət olar? Deməli, parabolanın təpə nöqtəsinin apsisi müsbət olar. Deməli, n bərabər 0'dırsa da, bunun diskriminant sıfıra bərabər deməkdir. Yəni, p kvadrat çıxaq 36 bərabər 0, p də bərabər plus minus 6. Yazır ki, təpə nöqtəsinin apsisi müsbət olar. Çox maraqlıdır ki, burada iki variant var. Y bərabərdir x kvadrat üstə gələk 6x üstə gələk 9 və y bərabərdir x kvadrat çıxaq 6x üstə gələk 9. Birincidə m ümumiyyətlə mənfi p bölək 2'dir. Baxın, burada təpə nöqtəsi birinci halda kiçik 0 olur, amma m bərabərdir mənfi 6 bölək 2'də isə böyük 0 olur. Deməli, p bərabərdir mənfi 6 olanda olmalı uşaqlar. Mənfi 6 da B variantıdır. Eyni şey, eyni soldu. 31'də həmin qayda ilə həll etmək olar. Uşaqlar, növbəti videolarımıza qədər hələlik ilk 30 sual izah elədik. Növbəti videolarımızda 30'dan sonra da izahını sizlə paylaşacağıq.